Salam yoldaşlar. Bugün biz Taskblok proqramı vasitəsilə yük gömrük bəyannamələrini Excel-ə transfer edəcəyik. Bunun üçün daxil oluruq gömrük bəyannamələrinə, keçid edirik xidmətinə. Demək, qeyd olunmuş cədvəldə filtrləri qeyd edirik və müəyyən tarix aralığı qoyuruq. Bundan sonra bütün bəyannamələr çap et düyməsini klikləyirik. Və bizim bəyannamələrimiz yüklənməyə başlayır. Faktiki olaraq 2 yük gömrük bəyannaməsi yüklənir və ümumi bəyannamələrin daxilində olan malların sayı 5 ədəddir. Proses detallı olduğuna görə bir qədər vaxtımız alacaq. Gözləyək. Gördüyünüz kimi bəyannamədə olan bütün məlumatlar görüntüləndi və burada gördüyünüz kimi əgər ardıcıllıq davam edirsə bu bir bəyannamə daxilindədir və yaxud bəyannamənin nömrəsi də görə bilərsiniz ki, ardıcıllıqla təkrarlanır. Yəni bir bəyannamə daxilindədir. Bunu Ctrl-A, Ctrl-C edərək Excel-ə sadəcə keçirdik. Bütün məlumatlar əks olur. Miqdarıdır, ölçü vahididir, invoice-dəridir, valyutasıdır, valyutanın əzənəsidir, gömrük statistikləri, daşıma və digər kodlar üzrə bütün ödənişlər. Bunu da qeyd edim ki, bir bəyannamə daxilində əgər məsəl üçün malların gömrük nəzarəti üzrə hesablanan rüsum varsa, burada hal-hazırda 240 manat edir. Bu proporsional olaraq bütün mallar bölünür. Həmçinin digər rüsumlar da proporsional olaraq bütün mallar üzərində bölünürlər. Həmçinin əgər daşıma xidməti də yazılıb sonra 1700 manat təmin olmaqla malların üzərində bölünür.